Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Bu gün qədim tariximizə yenidən aşiq olmaq üçün rəfiqəmlə birgə şəhər turuna çıxmışdıq. İlk dayanacağımız Bakının ürəyi Qız qalası idi. Qala 8 mərtəbədən ibarətdir. Hər mərtəbədə fərqli eksponatlar nümayiş olunur. İlk mərtəbədə bizi qədim dövrə aid cilqablar qarşılayır. Bu mərtəbədə qalanın maketi və kontrforsunda aşkar edilmiş taxta dirəyin qalaq hissəsi nümayiş olunur. Ən çox xoşuma gələn hissə bir üst mərtəbədən baxanda aşağı mərtəbədəki qədim şəhərin maketini görmək oldu. Günümüzün texnologiyası ilə keçmişdən qalan izlərə baxmaq həqiqətən heyrətamizdir. Qalanın zirvəsindən şəhərə baxmaq insanda sözlə ifadə olunmayacaq dərəcədə gözəl duyğular yaradır. Beləliklə, Qız qalası turumuz başa çatır və biz növbəti dayanacağımız üçün yola düşürük. İçəri şəhərin bir-birindən maraqlı küçələrini keçdikdən sonra nəhayət ki Şirvanşahlar Sarayına çatdıq. Həyətə daxil olanda sanki o dövrə qayıdırsanmış kimi hiss edirsən. Xəritədə saray kompleksi detallı şəkildə izah olunub. Həyətdə sağ tərəfdə kiçik bir mağaza və sərgi otağı, solda isə divanxana var. Mağazada milli geyimlərimizdən geyinərək şəkil çəkdirək, eyni zamanda hədiyyəli əşyalar ala bilərsiniz. Bu sərgi salonunda qədim Azərbaycan xanımlarının istifadə etdiyi başörtükləri, aksesuarlar, kəmərlər, habelə qədim pullar nümayiş etdirilirdi. Sarayda ən çox sevdiyim hissələrdən biri girişdir, çünki insan orada saatlarla qalmaq və keçmişdən bizə qalan fraqmentləri izləmək istəyir. Birinci eksponat 18-ci əsrə aid sinivə 2 camdır. İkinci eksponat 19-cu əsrə aid avtofa və rəyan dəstidir. Üçüncü və dördüncü eksponatlar hər biri 20-ci əsrə aid olan su qablardır. Bu eksponat 40 açar camı adlanır və 20-ci əsrə aiddir. 19-cu əsrə aid olan bu və digər eksponat sərpuş adlanır, plovun isti qalması və tozdan qorunması üçün işlədilib. Son eksponat qəndil. İnsanın sarayda ruhu dincəlir, hər saniyədən həzz alır.
19-cu əsrə aid olan bu su qabı mehtəri adlanır. Burada isə at üçün lazım olan qoşqu ləvazimatlar və qamçılar sərgilənir. Mizrabla çalınan simli dartımlı musiqi alətinin adı uddur. Digər bir musiqi aləti santur adlanır. Toxmaqla çalındığı üçün həm simli, həm də zəbli musiqi aləti sayılır. Saray məclislərində istifadə olunan bu zərif səsli alətin adı isə çəngdir. Şirvanşahlar Sarayı turumuzu bitirdiyimizə görə keçirik son dayanacağımız olan miniatür kitab muzeyinə. Dünyada tayı bərabəri olmayan bu muzey hər rəfində bir sir saxlayır. Kitabların bir çoxu müxtəlif ölkələrdən gətirilib. Kiçik ölçülərinə baxmayaraq, onlar böyük bir mədəniyyətin daşıyıcısıdır. Bu muzey insanda həm təəccüb, həm də təbəssüm yaradır. Vlog xoşunuza gəldisə, bəyənib, yorum yazıb, paylaşmağı unutmayın. Sağ olun.